performans sənətindən danışmaq istəyirəm. 1960-cı illərdə sənətçilərin öz ideyalarını, fikirlərini ifadə etmək üçün bədənlərini intensiv şəkildə istifadə etməyə başladığı dövrdür. Bu əməli, bu aktı performans sənəti kimi adlandırdılar. Ancaq performans sənətinin köklərini futuristlərdə, sürrealistlərdə, dadaistlərin teatral aksiyalarında, kabare Voltairedəki tədbirlərdə də tapmaq olar. Performans sənəti adətən konseptual sənətin bir qolu hesab olunur. Almaniyada və Avstriyada performans sənətinə aksionizm adı verilib. Sənətçinin təqdim etdikləri qədər tamaşaçının da aktiv iştirakını təşviq edən performans sənətinin ən məşhur nümayəndələrindən biri İkinci Dünya müharibəsində pilot olan, təyyarəsi vurulan və ağır yaralanan Alman sənətçi Josef Beuysdur. O 1963-cü ildən etibarən öz təcrübələrini ifadə etmək üçün sənət aksiyaları keçirərək məşhurlaşıb. Müxtəlif formalarda ortaya çıxan performans sənəti ilə məşğul olanları ən çox düşündürən aktlarının, performanslarının müvəqqətiliyi, ötərliliyi olub. Qorxublar bundan. Performans bitəndə bədənini özü ilə evə aparan sənətçidən geridə böyük bir boşluq qalır. Ortada heç bir nəsnə yoxdur. Ancaq təəssüratların tamaşaçıda nə qədər davam edəcəyinə ümid etmək olar. Buna görə də çox vaxt performansların fotosu və videosu çəkilirdi. Sonradan yenidən yayıla bilsinlər deyə. Performans sənətində sənətçinin məqsədi tamaşaçıların həyat, siyasət, cəmiyyət və tabular haqqında düşüncə qəliblərini sual altına almaq. Onları düşünmək üçün bir növ cırnatmaqdır. Hamı bir gün 15 dəqiqəlik məşhur olacaq məşhur ifadəsinin sahibi Andy Warhol dostları ilə partilər və ictimai məkanlarda musiqi, film və slaydlarla müxtəlif nümayişlər təşkil edərək çoxsaylı performanslar icra ediblər və məşhurlaşıblar. Kubalı sənətçi Ana Mendieta öz performanslarında öz köklərinə, Amerikadakı mühacir həyatının çətinliklərinə, ictimai kimlik ilə mədəni kimlik arasındakı qarşıdurmaya bu kimi mövzular vasitəsilə performanslar həsr edib. Performans sənətçiləri sənəti qalereyalardan, qapalı məkanlardan, dəbdəbəli sərgilərdən xilas etmək istəyirdilər. Onlar bu yolla sənəti bazar nəsnəsinə çevirən, alınıb satılan bir şeyə döndərən kapitalist vasitələri sıradan çıxaracaqlarına ümid edirdilər. Bu utopik düşüncə baş tutmadı. Əvəzində sənətçi, sənət əsəri və tamaşaçı arasındakı bariyerlərin əksəriyyəti sıradan çıxdı. Sənətdən xəbəri olmayanlara belə də sənət olar sualı verdirmək yolu ilə bəs onda sənət nədir sualı aktuallaşdı.